Salam əziz Azərbaycan xalqı, mən hamınızı salamlayıram. Sizinlə danışan Rauf İbrahimovdur, müxalifət nümayəndəsi. Mən bir sıra açıqlamalar vermək istəyirəm. Çox xahiş edirəm, mənə diqqətlə qulaq asınız. Ona görə ki, burada mən bu açıqlamalarla xalqımı və dövlətçiliyimizi qorumaq məqsədindən bu çıxışımı eləyəcəm. Bugünkü gün bildiyimiz kimi Azərbaycanda çox yəqin proseslər gedir. Bu da onun əlaqədardır ki, sosial durum, insanların yaşayış tərzi çox acıncalı və aşağı səviyyədədir. Bu problemlərin həllini tapmaq üçün müxalifət qüvvələri iki yerə bölünüb. Bunların bir qismi dağıdıcı müxalifətdir. Hansı ki, onlar hücum çəkib hər şeyi dağıtmaq istəyirlər və hakimiyyəti əldə almaq istəyirlər. İkinci qrup isə sözsüz ki, hakimiyyətin tərəfində duran müxalifət qüvvələridir ki, onlar da müxalifətdədirlər. Lakin onlar düşünərək bu dağıcı müxalifətə qarşısını almaq çalışırlar. Lakin mən qəti olaraq mövqeyim daha qətiyyətlidir. Mən bu iki müxalifətin ikincisinə aid özümü sayıram. Çünki biz məsələlərin üstündə real getməliyik. Ona görə ki, dağıtmaq, dövlətçiliyimizi dağıtmaq qurmaqdan daha asandır. Biz dağıtmaq mövqeyindən yox, qurmaq, kömək eləmək nöqteyi nəzərindən dövlətçiliyimizə yanaşmalıyıq ki, müəyyən köməklərimizi eləyək, müəyyən çatışmazlıqları aydınlaşdıraq və problemin həllini düzgün tapıb, hamılıqla problemin üstünə gedək və məsələni həll eləyək. Sözsüz ki, hər bir çətinlikdən, problemdən çıxış yolları var, olub və həmişə də olacaq. Məsələ belədir ki, Azərbaycanda insanların əksəriyyəti işsizdir və bir çox insanlar çox çətin durumdadır. Yəni, ailə çoxdur, bir nəfər işləyir, maaş həddindən artıq azdır, 300 manatdır ya 500 manatdır. Ona görə insanlar çox çətinliklər çəkirlər. Əlbəttə, bu hamıya şamil eləmək olmaz bunu. İnsanların mən hesab edirəm ki, 80% kasıbçılıq durumundadır. Bir çox insanlar işləmir, bir çox insanlar ümumiyyətcə müəyyən təminatlarla dolanırlar. Hökumət müəyyən yardım, yüngül formada yardımlar verir, onunla dolanırlar. Lakin mən bugün dediklərim hesab edirəm ki, əgər hamı diqqətlə qulaq assa, biz məsələlərin həllinin üstünə gedəcəyik və dövlətçiliyimizi və dövlətimizi qorumaq şərti ilə biz bu məsələləri həll etməliyik. Əziz vətəndaşlar, Azərbaycan xalqı, siz bilməlisiniz ki, dövlətçilik tamamilə başqa bir şeydir. Hakimiyyəti qorumaq bambaşqa bir şeydir. Bu bizim dövlətimizdir. Dövlət bizim xalqımızındır. Biz hamımız Azərbaycanlıyıq. Bunu dərk eləməliyik və bilməliyik ki, bizim dövlətimiz var. Lakin dövləti idarə edənlərin müəyyən səbəblərdən səhvləri olub və bu səhvləri də onlar, mən hesab edirəm ki, indi başa düşüblər ki, bəli, doğrudan da səhvlər var və bu səhvləri düzəltmək mütləq lazımdır. Mən başa düşürəm, onlar səhvlərini düzəltmək barədə çalışırlar. Lakin səhvin hardan başlayıb, harada qutarmağını, bu düzəlişin hardan başlayıb, hardan qutarmağını ola bilsin ki, böyük bir gərginlik içindədirlər.
və bunlara da mane olan qüvvələr var, bunlar aydınlaşdıra bilmirlər. Mən hesab edirəm ki, dövlətçilikdə mütləq qətiyyətli və tez qərar çıxartıb, tez də məsələnin həllini həll etmək lazımdır. Bu nə deməkdir? Məsələn, dövlət başçısı hər hansı bir sərəncam verir və bu sərəncamın əsasında götürürlər sərəncamı baxmaq üçün, qüvvəyə minmək üçün 3 ay, 5 ay, 6 ay, 2 ay müddət qoyurlar ki, bu araşdırsınlar, görsünlər burada nə var, necə həll eləməli, hansı yollarla həll eləməli. Hansı ki, həmin sərəncam bir görsən Milli Məclisdə təqdim olunur, Milli Məclisdə uzanır, bu deputatların bildiyimiz kimi Azərbaycanda deputatlar demək olar ki, fəaliyyətsizdirlər, onların gördükləri işdə çox bəsit və qənaət bəxş deyil. İnsanların heç biri dövlətin Milli Məclisin deputatlarından razılıq deyirlər. Bu açıq, aydın görsənir. Yəni, neçə illərlə orada otururlar, amma heç bir məsələnin həll eləmirlər ki, xalqın xeyrində məsələ həll olunsun, tamamlansın. Bu baxımdan mən hesab edirəm ki, əgər dövlət başçısı həqiqətən onun səlahiyyətlər verilibsə, o dövlətimizin başçısıdırsa, o qərarı özü çıxartıb, özü də məsələni konkret həll eləməlidir. Çünki ağrılı yeri, xalqın ağrıyan yerini dəqiqliyi ilə bilir. Mən deyərdim ki, hər hansı bir problemin həllinə mütləq vəsait lazımdır və inanıram ki, bu vəsait də bizim dövlətimizdə var. Yəni, bunu əgər bizim vəsaitimiz olmasaydı, yəqin ki, başqa yollarda tapıb fikirləşərdik ki, hansı yolla bu məsələni həll eləmək olar. Bu baxımdan mən öz mövqeyimi və öz tövsiyələrimi həm xalqımıza, həm də ki, bizim dövlət rəhbərlərinə çatdırmağı özümə borc bilən bir Azərbaycan vətəndaşı kimi. Mən hesab edirəm ki, bugünkü durumda, indiki vaxtda vəziyyət o yerə çatıb ki, bu bir sıra, bir qrup insanlar düşünmədən, daşınmadan, ya savadın aşağı olmağından və yaxud mən hesab edirəm ki, səviyyənin çox həddən artıq aşağı olmağından, bəzilərinin 90-cı illərdə elədikləri o xəyallarla yaşadıqları, o xəyalları yenə də ortalığa atıblar və bəziləri görürsən, müxtəlif çağırışlarla gəlirlər ki, nə olursa olsun, bu hakimiyyət getsin, biz hakimiyyətə gələk, belə eləyəcək, belə quracaq, belə dağıdacaq, belə torpaqla alacaq. Amma siz bunları eşitsəz də bu sözlərə məhəl qoymayın, əziz vətəndaşlarımız, əziz xalqımız. Çünki bunların dedikləri sözlə əməl bambaşqadır. Bunların fikirləri də başqadır. Bunlar nə eləyəcəklərini nə bilirlər, nə də dərk eləmək istəyirlər. Biz dövlətimizi qorumalıyıq, dövlətçiliyimizi qorumalıyıq, xalqın problemlərini həll eləməliyik, müxtəlif yollar göstərməliyik ki, bu problemlərdən bizim hamımız çıxaq. Nəinki bir qrup adam çıxsın, xalqın bir hissəsi nəysə, hansı təminatlar alsın, o bir hissəsi qalsın. Ortada yəni heç bir təminat ala bilməsin, o oyundan kənarda olsun. Belə şeylərə biz yol verməliyik. Bu baxımdan mən təkliflərimi bildirmək istəyirəm. Dağıtmaq asandır, amma onu qurmaq illərlə biz qura bilmərik. Hesab edin ki, biz bir ev tikmişik, kənardan qüvvələr, o başa düşməyən qüvvələr hansı deyir, biz müxalifətik, hansı ki, onlar bilinmir müxalifətdir ya xalqın düşmənləridir. Ki, biz bunu sökməliyik, sonra yerində özümüz bilirik nə tikəcəyik, necə tikəcəyik, bizim fərq eləmir, orada kim yaşayacaq, insan yaşayacaq. Bəziləri deyir ki, biz prezident bizi iti də seçsə xalq, kengurunu da seçsə biz o itək kenguruya səs verəcəyik. Bu əxlaqsız sözlərin xalqa ünvanlanması mən hesab edirəm ki, çox gərəksiz və bəsitdir. Bu insanlara qətiyyən yaxın qoymaq olmaz. Çünki bunların mövqeləri tam aydındır. Biraz diqqətli olmaq lazımdır ki, əziz qardaş və bacılarımız, bizim
dövlətimiz dağılmasın və bizim balalarımız ki, böyütmüşük illərlə, boya başa çatdırmışıq, onları düşmən tapdağı altında məhv edilib, öldürməyək. Biz, başa düşürəm, bizim Qarabağ problemimiz var, lakin Qarabağ probleminin həlli də diplomatik yollarla, iqtisadi güclə və başqa yanaşmalarla həll olunmalıdır. Biz elə ona imkan verə bilmərik ki, 19 il, 20 il böyütdüyümüz cavan evladlarımızı kimlərinsə çağırışı ilə yollayaq cəbhə bölgələrinə yalandan və onları alladıb qırdıraq, ondan sonra qaçıb gizlənək. Çünki bunu 90-cı illərdə, 92-ci illərdə görmüşük. Ondan sonra da müəyyən problemlərlə üzləşmişik. Biz bu proseslərin içində olmuşuq və bunların harada hansı problemlərin çıxdığını çox gözəl, aydın şəkildə görə bilmişik. Yəni, mən yaşlı adamam, öz fikirlərimi deyirəm ki, cavanların əksəriyyəti söz dalıcı getməsin, ağıllı insanların, ağıllı fikirlərin dalıcı mütləq getməliyik. Bəli, Azərbaycan dövlətinin buraxdığı səhvləri əsasında Azərbaycan xalqı böyük çətinliklərlə üzləşib. İndi gəlin görək bu çətinlikləri hansı yolla biz aradan qaldıra bilərik. Siz güman edirsiniz ki, biz bu hakimiyyəti devirməliyik, dağıtmalıyıq. Sonra da kimlərsə axtarıb tapmaq ki, kim bu idarə eləyə bilər, idarə eləyə bilməz. Bu məsələnin həlli düzgün yanaşma deyil. Mən hesab edirəm ki, bugünkü gün biz hər bir şeyi, hər bir addımı atdıqda çox səbirlə, təmkinlə bu addımlarımızı atmalıyıq. Odur ki, əzizlərim, çox xahiş edirəm mənə diqqətlə qulaq asın və biz problemlərin üstünə gələk. Sözsüz ki, birinci növbədə elə bir ki, biz bunu nömrələyək və bu nömrə ilə ardıcıl şəkildə biz məsələnin həlli üçün fikirlərimizi deyək. Mən hesab edirəm ki, əgər deyilən bu fikirlər, deyilən bu problemlər tez bir, qısa bir zamanda öz həllini tapsa, Azərbaycan dövlətçiliyində, dövlətində bir dənə də olsun müxalifət qüvvəsi qalmayacaq və bütün siyasi partiyalar, liderləri də tək ortaqda qalacaqlar və olan arxası heç bir kəs yetməyəcək. Mən sizə bundan əmin edirəm ki, bu həqiqətən belə olacaq. Birinci problem hansı, haradan başlayaq? Məsələn, dövlətimiz mütləq tez bir zamanda, elə bir ki, bugün sərəncam verdisə, o sərəncam 2 ay, 3 aydan sonra yox, səhəri günü qüvvəyə minməlidir. Hər hansı bir verilmiş qərar və bu qərarı yalnız dövlət başçısı verməlidir. Konkret, qəti formada qərar verməlidir və bu qərar da qüvvəyə minməlidir, məsələ də həll olmalıdır. Birinci, kommunal xərclərin ləğv olması. Bu kommunal xərclərin ləğv eləmək mümkündür Azərbaycanda, çünki bu xərclər elə də çox böyük xərclər deyil və bunun üçün büdcədə lazımi qədər bizim ehtiyat hissəmiz, pulumuz var. Kommunal xərcləri tamamilə ləğv eləmək. Bu kommunal xərcləri nə aiddir? Pulu, işıq pulu, qaz pulu, su pulu. Bu pullar heç bir vətəndaşdan ümumiyyətlə alınmamalıdır. Bu bir. İkinci, ictimai nəqliyyat pulsuz olmalıdır mütləq. Bu da çox cüzi bir məbləğdir. Çünki avtobuslar, cəmaət, əhalinin kasıb təbəqəsi ictimai nəqliyyatdan istifadə edir. Avtobuslardan, metrodan istifadə edir. Və mən hesab edirəm ki, bu da elə bir böyük rəqəm deyil, çünki orada qəpik quruşdur. Burada da mütləq bunu bir gün içində qərar verib səhəri günü bunu məsələn həll eləmək lazımdır və o dövlət tərəfindən təmin olunmalıdır. Üçüncü ən böyük məsələ gənclərin məsələsi, gənclərin təhsili ilə bağlı olan məsələdir. Çünki burada hər bir valideyn öz evladını təhsilindən çox
ciddi məşğul olur. Onlar hər bir valideyn istəyir ki, övladı oxusun, təhsil alsın və gələcəkdə öz həyatını qura bilsin. Bu baxımdan valideynlər Azərbaycanda bilirsiniz ki, təhsil pulludur. Hətta universitetlərə girəndə də elə bir sistem qururlar ki, tələbələr girəndə də pul ödəsinlər, pul versinlər. Kimlərsə demək olar ki, girənlərin 70-80% pul verib girə bilir universitetlərə. Bu da açıq məsələdir. Burada təəccüblü bir şeydir. Mən də heç kimi şərhləmək istəmirəm və Azərbaycanda olan prosesləri hamı bilir və hamıya da bu aydındır. Bu tərəfi. O ki, qaldı təhsil, illik təhsil. Sözsüz ki, tələbələr hər il oxumaq üçün pul ödəyirlər və bu təhsili başa vurduqda məlum olur ki, hər bir valideyn övladını oxuyub tam qurtarmağına hardasa 10-15 min dollar və yaxud manat formasında, şəklində pul xərcləyib. Və nəticədə də elə olur ki, tələbə təhsilini alır, bitirir, diplomu alır və iş tapa bilmədiyindən qalır işsiz. 1 il, 2 il tələbə demək olar ki, bütün bildiklərini yadından çıxartır və məcbur oraya gedir taksi sürməyə və yaxud axrana işləməyə və yaxud hansısa restoranlarda, kafelərdə o xadim, o xoraya daşıyan, nə deyirlər, ofisant kimi işləməyə, daha aşağı səviyyədə bir çoxları bazarlarda meyvə satmağa, hərə bir dolanışı üçün bir yüngül iş tapır ya da üz götürüb çıxıb gedir Azərbaycandan. Bu mütləq tələbələrin təhsil məsələsi pullu olmalıdır ki, tələbələr və tələbənin valideynləri bu problemdən çıxsın və o pullar öz ailələrdə qalsın ki, o pullar daha səmərəli istifadə olunsun. Ona görə ki, bildiyimiz kimi bugünkü gün əksəriyyət universitetlər özəl universitetlərdir və bunun da sahibləri hamısı oliqarxlarındır. Bunlar dövlətin, xalqın pulunu oğruyub, mənimsəyiblər və bu cür biznes şəbəkələri yaradıb bu pulları özlərinin varlanması üçün istənilən formada düşünülmüş şəkildə istifadə edirlər. Və mən qəti fikrimdir ki, tələbələr mütləq təhsili pulsuz almalıdırlar və tələbələrin bu problemi mütləq həll olmalıdır. Çünki gənclər, onlar hələ gənclər, onlar hər cürə yoldan çıxartmaq olar, onları başqa istiqamətlərə yönəltmək istəyən bu müxalifi qüvvələri tələbələrə heç yerə yönəldə bilməsin fikirlərini. Tələbələr bilməlidir, onlar təhsil almalıdırlar, təhsilləri pulsuzdur, heç bir problemləri yoxdur və rahat dərslərini öyrənməlidirlər, bilməlidirlər. Burada iki problemlə tələbələr üzləşə bilərlər. Bunun biri odur ki, müəllimlərin maaşları 1-ə 2, əgər bugün 300, 400 alırlarsa, onlar müəllimlərin sayı universitetlərdə çox azdır, tələbə sayı nisbətindən götürəndə. Müəllimlərin pulunu, maaşlarını 2 qat artırmaq lazımdır ki, müəllim biraz çox alsın və haqqı olmasın ki, tələbəni kəsib, ondan rüşvət tələb eləsin ki, sənin qiyməti pul versin, düzəldəcəm, verməsin, yox. Burada iki məqama mən ciddi toxunmaq istəyirəm. O məqamlardan biri budur ki, əgər tələbəni müəllim kəsirsə, burada həm tələbənin, həm müəllimin günahını tapmaq lazımdır. Niyə görə tələbə 2 alıb? Əgər müəllim yaxşı dərs deməyibsə, tələbə 2 ala bilər. Çünki tələbə öyrənə bilməyib. Bu zaman müəllimi çox böyük məbləğdə cərimə eləyib işdən qovmaq lazım ki, geçin başqa müəllimlər var, o növbədə dayanan müəllimlər çoxdur. O gəlsin dərs deməyə. Yox, əgər tələbə müəllim dərsini deyibsə, tələbə öyrənməyibsə, o zaman tələbəni həmin institutdan kənarlaşdırmaq lazımdır ki, geçsin başqa sənət tapsın və başqa istiqamətdə həyatını qura bilsin. Bu tələbələrlə olan məsələni mən açıq aydınlaşdırdım. İndi keçirik 4-cü məsələyə. 4-cü məsələmiz bizim səhiyyə ilə bağlıdır. Səhiyyə mütləq pulsuz olmalıdır. Ona görə ki,
Eynisi ilə bu tələbələrlə bağlı problemlər də göstərdiyim kimi, bu Azərbaycanda bir çox səhiyyə ocaqlarının demək olar ki, 80-90% oliqarxların əlində olan səhiyyə ocaqları ki, hansı ki, onlar dediyim kimi uğurladıqları pulları, xalqdan, dövlətdən uğurlanan pulları səhiyyəyə yönəldiblər və burada da onlar böyük məbləğlərlə insanlara xidməti göstərirlər və bu xidmət də çox keyfiyyətsiz, baxmayaraq ki, pulludur və baha qiymətlərdir. Burada dərmanlar da baha qiymətə hesablanılır, iş səviyyəsi də həddən artıq zəifdir. Burada işləyən həkimlər də mən hesab edirəm ki, savadı olmayan, yüksək həkimlik səviyyəsi aşağı olan, yüksək nə deyirlər onun adına, yüksək təcrübəsi olmayan həkimləri yığırlar və cəmaatı alladaraq öz bizneslərini həyata keçirirlər. Və bunun da nəticəsində əgər xəstə hər hansı bir problemlə üzləşirsə, ya ölürsə, ya başına bir iş gəlsə, heç kim bu məsuliyyəti öz üzərinə götürmür və xəstə çarəsiz olaraq nə sözünü deyə bilir, nə də haqqını tələb edə bilir, nə də pulunu geri ala bilir. Ona görə mən hesab edirəm, səhiyyə mütləq pulsuz olmalıdır. Bunların əlindən bu səhiyyə ocaqlarını almaq çox asandır, çünki hamısı bu oliqarxlarındır. Onlardan hökumət mütləq almalıdır və onların özünü də məsuliyyətə cəlb eləməlidir ki, bu göz qabağında olan faktı kimlərindir, o adamlar da %100 uğurluqla bu boyda obyekti aça bilərdir. Yoxsa başqa cür belə səhiyyə ocaqlarını 5 mərtəbə, 10 mərtəbə açmaq mümkün deyil. 5-ci bir məsələ, səhiyyə ilə qurtardıq. Deməli, kommunal xərcləri həll elədik, ictimai nəqliyyatı həll elədik, insanların yükü azaldı, tələbələrin təhsil pulunu həll elədik, tələbə problemini, tələbə-müəllim münasibətlərini başa saldıq, səhiyyəni dedik, səhiyyədə olan çatışmamazlıqlar, yəni əgər pulsuz olsa, istənilən vətəndaş istənilən səhiyyə ocağına gedəcək, həm operasiyasını edəcək, cərrahiyyə əməliyyatını edəcək, həm başqa xəstəliklərini müalicə edə biləcək, hər cür problemlərinin, xəstəliklə bağlı olan problemlərin həllini tapa biləcək. Və bu sahəni də hökumət öz nəzarətinə almalıdır və dövlətin nəzdində olmalıdır. Bu mütləq belə olmalıdır və dövlət buna dəstək verməlidir. 5-ci məsələ, dövlət yol polisinə, polis orqanlarına olan məsələdir, hansı ki, dövlət yol polislərinin cərimələri mütləq ləğv olunmalıdır və onların ümumi sayı azaldılmalıdır. Radarlar ləğv olunmalıdır, dayanacaq cərimələri. Ümumiyyətcə, polislərin sayı mütləq azalmalıdır ki, bu qədər polis küçələrdə görsənməsin. Yol polislərini demək istəyirəm. Çünki indiki zamanədə insanlar daha düşüncəlidir. Çünki maşın sürərkən bilirlər ki, yollarda tıxac olur, sonra bək sürmək olmaz, o olmaz. Bütün nüansları bilirlər, hardan dönmək olur, harada. Bu nişanları düzgün qoymaq lazımdır, dayanacaqlara imkan vermək lazımdır. Sözsüz ki, əgər hər hansı bir hadisə baş verərsə, ora polis nəfərlərindən xəbər verib çağırtdırmaq olar ki, burada hadisə baş verib, onsuz da hadisə polislərsiz də baş verir. Əksinə polis, dövlət yol polisi 150-200 minlik maşınlarda gəzib maşınları qovurlar, daha da problem yaradırlar. İnsanlar onları görəndə özlərini itirir. Düz sürən də əyri çaşdığından başqası sürür. Bir də çaşdırıcı nişanlar yollara qoyublar. Cəmaatı istənilən formada radara və yaxud dayanacaq qayda qanunlarını pozduğuna görə, ya nə bilim, ötmə qanunu pozdu, belə elədi. Mənə gəlir ki, bunu ictimai
ictimaiyyətə azad buraxmaq lazımdır ki, insanlar özləri başa düşsünlər ki, bu hərəkətləri eləmək olmaz. Bunun üçün dövlətin televiziya kanalları var, gündəlik müxtəlif dərslər keçirmək, treninqlər keçirmək olar televiziyadakı insanlar baxsınlar ki, bu işləri görməsinlər, onlara informasiya çatdırmaq lazımdır. Bunları qovmaq, zorla cərimələmək, onun yeməyə çatdırmadığı puldan da cərimə almaq bunlardan, bu da sözsüz ki, insanların əsəbini pozur, onları qıcıqlandırır və narazılıqlar əmələ gəlir. Sosial partlayışlarından ən böyüklərindən biri də budur. Mən çox xahiş eləyərdim ki, dövlət yol polisləri, məsələn, mən adicə deyim ki, Azneft dairəsində bir də görsən 10 dənə, 15 dənə polis maşını dayanıb bir-birindəcə. Onlar Domsovetdən tutmuş, o başa bu başa boş-boş yerlər, bu maşınları boş yerə sürürlər və lazım olan, olmayan maşınları yalandan saxlayıb hər bir adla onları cərimələyirlər. İmkan vermək lazımdır bu insanlar. Ümumiyyətlə cərimələri ləğv eləmək lazımdır. Nəyə görə, nəyə lazımdır? Bu insan nə qədər maaş alır ki, onu hələ bir 50 manat, 100 manata cərimə versin. Belə mən hesab edirəm ki, çox düzgün olmayan bir hərəkətdir, düşünülməmiş hərəkətdir. Və bu dövlət yol polislərində bu cərimələri heç də dövlətin büdcəsinə yox, əksəriyyəti böyük villalara, bahalı maşınlara qoyublar. Təsəvvür edin, dövlət yol polislərinin 90% Range Rover'da gəzir. Əksər bütün Batamdat yolunda nə qədər villalar var, çoxsu polis orqanlarının işçilərinindir. Bu, harandır bunlar üçün bu? Bunu çox araşdırmaq lazımdır və bunları tamamilə aradan götürüb, bütün elə bir şərait yaratmaq lazımdır, yolda heç bir mane olmasın və insanlar istədiyi yerdən dönə də bilsin, sağa, sola, düz, geriyə bu şərait yaradılsın, yalansız radarlar, boş yol nişanları, sarı xətlər, bu cür şeyləri tamamilə ləğv eləmək lazımdır. Hər bir rayon üzrə 2-3 dövlət yol polisi maşını olsa mənə elə gəlir ki, bəs eləyər. Çünki onlar ancaq hadisə olan zaman operativ olaraq hadisə yerinə gələ bilərlər və məsələni aydınlaşdırmaq üçün bu məsələləri həll edə bilərlər. Dövlət yol polisi haqqında belə, mən ümumiyyətlə Azərbaycan polisi haqqında da sizlərin öz fikrimi bileyim. Azərbaycanda polis orqanlarında da polislərin əksəriyyəti küçəyə çıxarkən onların əlində mən dubinka görürəm. Bu heç də yaxşı bir hal deyil, çünki insanlar qıcıqlanır. Polis vətəndaşları qorumaq üçündür, asayiş keşiyində durmalıdır. Hər bir Azərbaycan vətəndaşın dostu olmalıdır. Bu nə deməkdir bu dubinka ilə gəzmək? Bu bəyəm kimi döyəcək, kimi vurmaq istəyir? Öz vətəndaşını mı vurmalıdır? Hesab edirəm ki, bunların dubinkaları mütləq əllərindən alınmalıdır ki, insanlar qıcıqlanmasın və polislə vətəndaş arasındakı münasibətlər düzgün qurulmalıdır. Bunlar həqiqətən dostu olmalıdır bir-birinin. Ona nifrətlə baxmamalıdır və mən hesab edirəm bu qədər polisi də saxlamağın heç bir əhəmiyyəti yoxdur. Çünki bunlara şərait yaratmaq lazımdır ki, bunlar polis olmaqdan geçsinlər, bizneslə məşğul olsunlar və dövlətimizin iqtisadiyyatını qaldıraq və hər bir vətəndaş rahat yaşaya bilsin, öz biznesini qursun. 6-cı məsələyə yaxın demək istəyirəm. Hər bir Azərbaycan vətəndaşı dövlət tərəfindən hər ay 300 manat pul verilsə büdcədən. Bu çox yaxşı olar, çünki bu pullar insanlara verilməlidir. Bunun üçün də bizim dövlət büdcəmizdə pul var, kifayət qədər pul var. Bir də bu pullar vətəndaşa verilməlidir. Nəyə görə? Ona görə neftdən gələn gəlirlər Azərbaycan vətəndaşlarına verilməyib.